Şimdiki durağımız Bakü. Sevgili seyirciler, İslam dünyası Kurban Bayramı'nı idrak ediyor. Azerbaycan'da Kurban Bayramı nasıl yaşanıyor? Gelenekler, adetler neler? TRT Bakü muhabiri Fatih Avanos işte bu soruları Azerbaycan'da en yetkili kurum İlahiyat Enstitüsü'nden öğretim üyesi Vügar Semedoğlu'la değerlendirecek. Sözü Fatih ve konuğuna bırakalım biz de. Evet, mübarek Kurban ayına ulaştık. Kurban ayı Müslümanlar için, İslam dünyası için oldukça önemli bir ay. Hem Allah'a yakınlaşmayı, hem paylaşmayı, sosyal adaleti, hem de tefekkürü, bize birçok aslında dünya ile ilgili, hayatla ilgili derslerin de verdiği bir ay olduğunu da ifade edebiliriz. Can Azerbaycan'da Kurban Bayramı nasıl idrak ediliyor? Adet, ananeler var mı? Ve burada hangi prosedürler bu noktada icra ediliyor? Bunları öğreneceğiz. Azerbaycan İlahiyat Enstitüsü'nden felsefe üzere doktor Sayın Vügar Semedov yayın konuğumuz olacak. Vügar Hocam, yayınımıza hoş geldiniz. Bayramınız mübarek olsun. Şükür kavuşturana diyelim. Azerbaycan'da 5 gün resmi tatil oldu. Rayonlara gidenler, kentlerine gidenler. Azerbaycanlılar ne yapacaklar Kurban Bayramı'nda? Hangi adetler var? Sizden alalım efendim. Öncelikle ben de herkesin Kurban Bayramını təbrik edirəm. Xalqımızın Kurban Bayramını təbrik edirəm və bütün İslam aləminin, ümmətin Kurban Bayramını təbrik edirəm. Kurban Bayramının xeyirlərə vəsilə olmasını təmənna edirəm. Həqiqətən Kurban Bayramı İslam dininin ən böyük iki bayramından biridir və də coşquyla deyək ki, yerinə yetirilən bir ibadətdir. Bizdə də Kurban Bayramı yüksək səviyyədə keçirilir. Kurban Bayramına öncələrdən, yəni aylar öncələrindən hazırlanır, heyvanlar alınır. İstər böyükbaş heyvan olsa, istər hər kəsin deyək ki, maddi imkanına görə hazırlanılır və Kurban Bayramında öncəliklə bayram günü məscidlər doldurulur və məscidlərdə ibadət olunur, məscidlərdə dualar olunur. Hər kəs bir-birləri ilə bayramlaşır. Bildiyiniz kimi də, yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə buyurmuşdur? Kurban Bayramının ilk günü birinci işimiz namaz qılmaqdır. Sonra qurban kəsməkdir. Və bildiyiniz kimi Peyğəmbərimiz yəni bayrama namazına bir tərəfdən gəlib, başqa bir tərəfdən gedərdi ki, daha çox insanla bayramlaşma şansını əldə etsin. Ona görə də ilk iş Kurban Bayramı birinci günü məscidlərin doldurulmasıdır. İstər Bakıda olsun, istər rayonlarda olsun, insanlar yəni böyükləri ilə bərabər bayram namazlarına gedərlər. Öncəliklə bayram namazını əda edərlər və sonra da təslimiyyət içərisində, bilirsiniz, Kurban Bayramı elə-belə bir ibadət deyil. Kurban Bayramı içərisində imanı, tövhidi, təslimiyyəti, rizanı, bəlalara səbr etməyi, imtihanlara səbr etməyi. Çünki bildiyiniz kimi Saffat surəsində Kurban Bayramı deyərkən mütləq insanın ağlına İbrahim əleyhissalamla İsmail əleyhissalamın təslimiyyəti gəlir və insanlar bu qissəni düşünərəkdən və Kurban ibadətinin ən önəmli tərəfi də budur ki, insanlar tarix boyunca qurbanlar etmişlər, hətta insanları qurban etmişlərdir. Və o Quran-ı Kərim buna işarə edir ki, fəfədəynəhu bizibhin azim. Biz insan yerinə ona böyük bir qoç göndərdik və o tarixdən etibarən də artıq insanın qurban olunmasının qadağan olunduğu, haram olduğu və onun yerinə də heyvanın, yəni qoçun verildiyi bildirildi. Yəni qurban ibadəti insanların siz də qeyd etdiyiniz kimi Allaha yaxınlaşdığı və insanın içərisində, yəni insan dünyaya gəldiyindən bu ana qədər yəni hər zaman qurban etmə ehtiyacını hiss etmişdir ki, mənim bu işim olsun, o olsun, bu olsun, mən bir şey qurban edim və Allaha yaxınlaşım. Yəni bu ibadət fitri bir ibadətdir və ona görə də buna hər kəs demək olar ki, iştirak etməyə çalışır və edirlər və bizdə çox gözəl adətlər vardır. Adətlər nədir? Kurban Bayramında böyüklər ziyarət olunar, yəni qəbirlərə ziyarət olunar, küçülülər barışar, hədiyyələşirlər, kiçiklərə bu bayramlarda xüsusi deyək ki, şokolad kimi, konfet kimi şeylər hədiyyə olunaraq bu bayramın gözəllikləri
anladılar. Və evlilər üçün, məsəl üçün nişanlılar üçün çox gözəl adətlər vardır ki, oğlan evi, bəy tərəfi qız tərəfinə mütləq qurbanlıq göndərər və onu gözəl bəzəyərəkdən, şey olaraqdan göndərərlər və də xüsusilə də deyək ki, az təminatlı ailələr, qurban kəsə bilməyən ailələrə ətlər paylanar və xüsusilə bu zamanlarda xüsusi insanlar deyək ki, bir yerə toplanar və də kasıbları tapmağa çalışarlar. Elə insanlar var, elə xeyriyyətçi insanlar var. Həqiqətən də gözəl təşəbbüs. Qurban bayramı elə bir bayramdır ki, elə insanlar vardır ki, ancaq Qurban bayramında ət yeyirlər. Onlar tapılar və Qurban bayramı dediyiniz kimi insanlar arasında birliyi, vəhdəti meydana gətirir. Ən azından kasıb insanların, az təminatlı insanların zənginlərin sevməsini təmin edir. İnsanlar elədir ki, o içəridə olan kin, nifrət duyğularını bayramlar da əsas bunun üçündür. İnsanların bütünləşməsi, mərhəmət, şəfqət, paylaşma duyğularının yayılması olması lazımdır ki, bu duyğular ən yüksək səviyyədə, xüsusən də Qurban bayramında bizdə həyata keçir. 3 gün, 4 gün boyunca Qurban bayramı davam edər, ətlər pişər, qonaqlar çağırılır, qohum-əqraba bir yerə toplanar, ailə bir yerə toplanar, qarşılıqlı ziyarətlər həyata keçirilir və bu bayramda xüsusilə biz bunu da unutmamağımız lazımdır. Biz artıq deyək ki, 6 ildir öz torpaqlarımızı azad etmişik. Bunlar da şəhidlərimizin qanı bahasına biz şəhid ailələrimizi unutmamalıyıq, şəhid ailələrini unutmamalıyıq və xüsusilə də onları Qurban bayramında ziyarət etməli, onlara yəni təsəlli verməli, o igid övladlar yetişdirdikləri üçün onları təbrik etməli, onların da bayramını bu şəkildə təbrik etmək bizim borcumuzdur. Çok teşekkür ediyoruz Uygur Hocam verdiğiniz bilgiler için. Evet, Uygur Hocam da aslında hatırlattı. Şehitleri, gazilerimizi de unutmamamız gerekiyor. Onların da bayramda yanında olmamız gerekiyor ve Azerbaycan'daki Kurban Bayramı ritüellerini, adetlerini, anneannelerini de Uygur Hocam'dan, birinci ağızdan dinledik. Diyelim Azerbaycan'da Kurban Bayramı dolayısıyla 5 gün resmi tatil olacağını da ifade edelim. Bakü'de son notlar bu şekildeydi. Sözü yeniden size bırakalım. Evet, teşekkür ediyoruz Fatih Avanos ve kıymetli konuğuna. Sevgili seyirciler, Kurban Bayramı demek, paylaşma demek, yardımlaşma demek.